Salam dostlar, hər vaxtınız xeyir. Bugün mən istədim sizə şeb boylarımı çəkəm. Açan gülləri iki rənglidir. Bağçada. İnanın ki, ağacların dibinə də əkmişəm. Bir yer qoymuram. Qala boş bekara. Çox idi, hamısını qar xarab elədi. Ən setkanın dibinə əkdiklərim hamısını xarab elədi. Gündə düşürdüm, görünmür. Bunlar qırmızı, məxmər rəngdə açanlardır. Rəngbərəngdir, bax, belənçinə. Bunlar yaxşı dözümlüdür. Qalır, neçə il qalır, bitir əkirsən də. Hara çıxardıb əkirsən, bitir. Amma bu rənglər, o belə bu yasəmən rəngdə olanlar. Gün qoymur. Yasəmən rəngdə olanlar o qədər dözümlü deyil. Tez xarab olur. Burada da var biraz belə. Çox gözəl ətri var bunların. Türklər buna deyir mis kokulu şeb boylar. Bu gladiolosunda. Orada da var. Hamısı qəşəng. Bak, arıların səsinə bax. Belənçinə rənglərdə də var. Bu bizim bağçamızdır. Bu qədər böyükdür, amma ən çox güllərdir burada. Yer yoxdur. Yer olmadığına görə yeri əkləsi güllərdə qab əkmişəm. Qablara. Burada var. Qızıl güllər. Rəngbərəng açanda çəkəcəm bunlarda. Bax, bu sarı rəngdə açıb bax. Tam sarı. Bunların da açmağı bütün güllər elədir. Düşdüyü mühitlə əlaqəlidir. Kölgədə açıq rəng olur. Gündə tünd rəng olur. İşıqlı yerdə, günəşli yerdə tünd rəng olur. Burada da bax, qar düşüb bu yekəydir. Üstünə noçadan sındırıb bu qalıb. Buradan xarab elədi, bu getdi. Bu qalıb. Bu qalıb. Bu piyonumdur, piyon. Bunlar Afrika zambağı. Bu ağaçır, bu da çəhrayı. Çox gül var, amma bunları sonra. Tülpanlarımı göstərim sizə. O da açıb, gözlədim hamısı açsın, amma gözləyirəm, seçib gedəcək. Ona görə bunları çəkeyim. Bir tumurcuğu burada qalıb, biri burada qalıb, belə. Bunda heç bax balaca da açmır. İki dənə belə xalça güllərim var. Çox idi, qışda hamısı xarab oldu. Bu ən gözəl, xoşladığım güldür. Bunu parnika qoyduğuma tez açdı. Açır, həmişə açır, qışda da açır. Amma o birisilər hələ açmayıb. Çox da həyətdə asılıblar. Qalan şolar da var belə. Hələ açmayıblar. Əməlli tam açsınlar.
Bunları da yenə çəkərəm. Sağ olun dostlar.